Bugün evə çıxan bizim pasiyentimiz bu nadir hallarda olan hadisələrdən biridir. Adı da, soyadı da mənimlə eynidir. Şəhla Hüseynova. Və bu pasiyent bizə 3-cü hamiləliyi üçün müraciət eləyib. Öncəki 2 hamiləliyində hər iki uşaq erkən doğulub 31 həftəsində, bir də 33-34 həftəsində və hər iki uşaq da küvezdə qalmalı olub günlərlə. Və 3-cü hamiləliyini çalışıb elə apardıq, bütün profilaktik tədbirlərini, müayinələrini hamısını vaxtında elədik ki, bax bu balacamız bizim küvezə düşməsin. Birbaşa elə maması ilə birlikdə getsin evə. Adını qoymusunuzmu? Bəli, Səccad. Səccad? Aha. Səccad balamız deməli, doğumun 3-cü günü fizioloji şöbədə adi uşaqlar kimi müşahidə olunub və sağlam şəkildə də evə yazılır. Bir gün də olsun küvezə düşməyib. Təşəkkür edirəm sizə. Yəni bu 3 övladımın içində birinci övladımdır ki, çəkici bu qədər normal və küvezə düşmədi. Çox şükür mənlə bərabər yəni evə gedir. O pis uşaqların hamısı yəni xəstəxanada qalıblar. Xəstəxanada mən evə getmişəm, onlar xəstəxanada qalıb. Stres, həyəcan çox olub. Çox şükür. Göydə Allah, yerdə də sizə təşəkkür edirəm. Yəni sağ olun. Sağ-salamat böyüdün, böyük oğlan olsun. Xeyirli övlad olsun. Allah şanslı, xoşbəxt, sağlam bala eləsin.